Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdıracağıq. 12 iyun tarixidir və sabaha olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Məlumatda bildirilir ki, havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz isə 26-30 dərəcə isti olacağı proqnozlaşdırılır. Rayonlara gəlincə, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq və dağ ətəyi rayonlarda qısa müddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşmə ehtimalı da var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 18-23 dərəcə isti, gündüz isə 32-37 dərəcə isti olacaq. Dağlarda isə gecə 10-15 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı gözlənilir.